Dünyada düşünün ki, bir nömrəli korluğun səbəbi diabetdir. Zəli qoydururlar, hicam elətdirirlər. Bu piyələnməyə səbəb olur. Alfa Xrom, artıq çəkidən azad ol. Hər birinizi xoş gördük, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün şəkərli diabetdən danışırıq. Şəkərli diabet nədir? Bu xəstəlik nədən yaranır və bu xəstəliyin müalicəsi doğru şəkildə necə aparılmalıdır? Bugün şəkərli diabetlə bağlı sizi maraqlandıran bütün suallara müsahibəmizdə cavab tapacaqsınız. Studiyamızın qonağı Baku Medical Plaza Klinikasının endokrinologiya şöbəsinin rəhbəri doktor Hidayət Məmmədzadə və doktor Humay Fərzəliyevadır. Xoş gördük. Təşəkkür edirik. Necəsiniz? Sağ olun, təşəkkür edirik. Yaxşı olasınız. Şəkər xəstəliyi ümumiyyətlə doktor nə deməkdir? Bu xəstəlik nədən yaranır? Gəlin izləyicilərimizə öncə xəstəlik haqqında məlumat verək. Bütün izləyicilərinizi sizlərə salamlayıram. Təşəkkür edirəm. Çox gözəl aktual mövzuya toxunmusunuz. Şəkərli diabet qlobal bir xəstəlikdir. Çox mürəkkəb bir xəstəlikdir və xəstəliklər qrupudur. Bu qanda bizim əsas vacib olacaq enerji daşıyıcımız olacaq, yanacağımız olacaq. Qlukozanın lazım olacaq hədlərdən çox yüksək olması səbəbindən biz buna tibb dilində xroniki hiperqlikemiya deyirik. Bütün orqanizmin virus mənşəli olur. Pozulması ilə gedən çox ciddi kompleks xəstəliklər qrupudur. Nə üçün qrupu deyirik? Çünki bunun əsas əhali arasında daha rahat olsun deyə bilinən iki növü var. Tip 1 və tip 2 diabet. Tip 1 diabet insülin hormonunun çatışmazlığı ilə gedən bir xəstəlikdir. Şəkərli diabetin ana mexanizmi insülin hormonunun əskikliyi, yoxluğu, tip 1 diabet deyirik və ya təsirinin təsirsiz olması. Biz buna insülin rezistentliyi fonunda yaranmış tip 2 diabet deyirik. Daha çox əhalinin əziyyət çəkdiyi qrup budur. İnsülin hormonunun əsikliyi və ya çatışmazlığı ilə və bunun nəticəsində qan şəkərinin yüksəlməsi ilə gedən xronik bir xəstəlik olduğunu bilirik. Şəkərli diabet bəşəriyyətin özü qədər qədimdir. Şəkərli diabet insanın bir xəbərdarlıqdır. Çünki ağırlaşmalar var bu xəstəliyin. Bir orqanizmin fəryadıdır, hüceyrələrin fəryadıdır. Hüceyrələr acdır, qlukozasızdır, enerjisizdir. Düşünün ki, biz insan orqanizmin bir şəhərə bənzəsi yolları var, avtomobillər var. O yanacaq qlukozadır. Düşünün ki, bütün avtomobillərin yanacağa ehtiyacı var. Amma benzin yollarda axıb gedir. Düşünün, bax belə bir. Çünki o qlukozanı hüceyrəyə aparıb çatdıran maddə insülindir. Bu insülin hormonunda yoxdur, əskiklik var. Biz bunu dərman şəklində yerinə qoymalıyıq. Yaxud da insülinin səsi eşidilmir hüceyrələr tərəfindən, bədən tərəfindən tanınmır. Belə bir mürəkkəb mexanizm inkişaf edən bir xəstəlikdir. Bizim aldığımız hər bir şəkərli bir şərbət, bir qurtum orqanizm üçün fəlakətlər ola bilir. Diabetli xəstələr üçün əslində qalsa çox önəmli olan məsələ ağırlaşmalardır. Gənc yaşlarda infarktlar, korluq, dünyada düşünün ki, bir nömrəli korluğun səbəbi diabetdir. Və dializ xəstələri, amputasiyalar, burada şəkərli diabetin xüsusi bir kütlə payı vardır. İnsülin hormonu kəşf olunana qədər şəkərli diabet bilməyənə ölüm idi. Yəni şəkərli diabetin müalicəsi yox idi. Bu xəstəlik insanların, həkimlərin gözü qarşısında ölürdü bu insanlar. Ancaq 1922-ci ildə 14 yaşlı bir oğlan düşünün, komada olan bir insana artıq həkimlər və yaxınları da bu xəstəni itirəcəyini düşündüyü halda Kanadanın Toronto Universitetinin fiziologu Banting əlində bir şüşə ilə içəri gedir. Bu insulindir, sizi xilas edə biləcək. Böyük ümidlə hər kəs bu dərmanın təsirini, bu eksperiment üzərində, itlər üzərində o apardığı təcrübə ilə müəyyən etdi ki, insülin qan şəkərini sala bilir. Müəyyən bir doza vurduqdan sonra insan gözünü açır, komadan ayılır və o Leonard Thompson adlı həmin o 14 yaşlı yeniyetmə 35 yaşına qədər, 35 yaşında pnevmoniyadan ölür. Dünyada ilk insülin almış insan olaraq tarixə düşür və o insan uzun illər insülin vuraraq şəkərli diabetə qalib gəlir və yaşayır. O vaxta qədər bu insülin çatışmayanlığı olduğu üçün bu xəstəlik ölüm demək idi. Artıq o vaxtdan bəri insanların şəkərli diabetə münasibəti dəyişdi, baxış dəyişdi. Sonrakı illərdə tip 2 diabet kəşf olunmağa başladı ki, artıq insülin təsirsizliyinə bağlı başqa bir xəstəlik də var. İndi artıq onun müalicəsi üçün də xeyli dərman metodları və s. var. Amma şəkərli diabetə qarşı hər zaman ayıq-sayıq olmalıyıq. Artıq hər evdə bir diabetli xəstə var. Bugünkü statistika 537 milyon diabet xəstəsinin olduğunu göstərir. Amma bu rəsmi statistikadır. Dünyada diabetli insan qədər diabet riski daşıyan insan var. Və bu insanların bir çox xəstəliyindən xəbərsizdir. Bu şikayətsiz gedən bir xəstəlik olduğu üçün ağırlaşmalar üzə çıxdıqda biz məlum olur ki, artıq siz diabet xəstəsiymişsiniz. Yəni o orqanizm fəryadıdır dedim şəkərli diabet. Bu fəryada, bu haraya vaxtında cavab vermədikdə, diqqətsiz, laqeydlik olduqda bu orqanizm həyatı bahasına başa gəlir. Erkən ölümlərin, şikəstliyin,
səbəbi də şəkərli diabet. Amma idarə edə bilirsə bu xəstələr uzun müddət aktiv sağlam həyat tərzində keçirib yaşaya bilirlər. 14 yaşlı gəncdən danışdınız. Bəli. Maraqlıdır, bu gənc 14 yaşında xəstəliyi necə tapıb? Qidadanmı tapıb, yoxsa bu xəstəlik genetikdirmi, ona atadan, anadan yaxud da ki qohumlardan ötürü? Bəli. Şəkərli diabetin bilinən bir səbəbi yoxdur. Bu polietioloji xəstəlikdir. Yəni çox səbəbli xəstəlikdir. Daha çox tibbdə şəkərli diabet olaraq ilk olaraq bilinən tip 1 diabet, insülin tələbli diabet, insülin hormonu çatışmazlığı ilə əlaqədar yaranır. Bunun genetika ilə çox da böyük bir əlaqəsi yoxdur. Düzdür, şəkərli diabetdə genetik yaxınlıq önəmlidir. Mən ailə tanıyıram deyək, 5 bacıda 5 də diabetdir. Bizim yəni yaxın ətrafda siz belə yəni eşitmiş olursunuz, bilirsiniz. Yəni ailə üzvlərində bir neçəsində diabet var. Atasında var, anasında var, uşaqlarda da var. Yəni ailə şəcərəsində diabetli ailələr çoxdur bizdə. Ancaq tək də işi genetikanın üzərinə atmaq olmaz. Düzdür, genetika, genlər önəmlidir. Bizim qədərimiz, qismətimizdir. Biz onları dəyişdirə bilmərik genetikamıza. Amma həyat tərzini dəyişdirə bilərik. Düşünün ki, genetikasında şəkərli diabetin meyilliliyi olan bir insan, atada varsa, yaxud anada varsa 30% onun diabet olma ehtimalı var. Ata və ananın hər ikisində, atamız və anamızın hər ikisində varsa, bizim diabetli olma ehtimalı 70%. Yəni risk çox artır. Amma etmək olar ki, 30% şanslı qrupa düşə bilərik. Düşünün ki, yanlış həyat tərzi, yuxusuzluq, artıq çəki, fast food qidalanma, zərərli vərdişlər, dərmanlar və s. zamanla bu cür deyək əlavə risk faktorları şəkərli diabeti artıq var edir. Yəni genetik yaxınlıq çox önəmlidir, amma hər zaman şərt deyil. Genetik yaxınlıq daha çox tip 2 diabetdə önəmlidir. Tip 1 diabetdə insülin tələbli diabet o qədər önəmli deyil. Burada həmin o 14 yaşlı gənc yeniyetmədə diabetin yaranma səbəbi çox vaxt virus mənşəli olur. Müəyyən virus infeksiyaları var ki, bunun içərisində qrip virusu, paraqriplərdir, parotit virusudur, Epstein-Barr virusu, nə bilim, COVID vaxtı diabetli xəstələr müəyyən qədər təkamül edir, çoxaldır, müəyyən qədər istər-istəməz. Yəni virus infeksiyası burada çox önəmlidir. Mədəaltı vəzində düşünün bir orqandır, o bədən üçün ki, o əhəmiyyətli hormon istehsal edir. İnsülin hormonu. O hüceyrələr zədələnirsə, yaxud da xəstə deyək mədəaltı vəzində əməliyyat olunursa, müəyyən dərmanlar təsirindən deyək bir həmin hüceyrələr bir aqressiyaya məruz qalırsa, fəaliyyətdən qalır və nəticədə insülin hormonu çatışmır və insanda tip 1 diabet başlayır. Amma insülin tələbli olmayan diabet, tip 2 diabetdə isə burada faktorlar daha çox xəstənin həyat tərzi ilə əlaqədardır, dərmanlarla əlaqədardır. Bəzən hamiləlik zamanı insülin rezistentliyə bağlı diabet meydana çıxa bilər. Yəni qərəz diabet çox səbəbli bir polietioloji xəstəlikdir. Bəs şəkərli diabet olduğumuzu necə anlaya bilərik? Bunun hansısa bir əlaməti varmı, yaxud da ki, hansı analizlərlə bunu təyin etmək olur? Diaqnostikası çox sadədir əslində qalsa. Adcıq qan şəkəri, toxruq qan şəkəri və 3 aylıq qlükoz olaraq əhali arasında bilinən glikohemoqlobin. Bu 3 analizlə şəkərli diabetin diaqnozu qoyulur. Şəkərli diabet uzun illər şikayətsiz gedər, xəstənin xəbəri olmaz. Xəstə 10 ildən diabet olaraq şəkərli diabet xəstəliyi olduğundan xəbəri olmaz, bilməz. Şikayətlər başlayan bəzən gec olur. Ona görə erkən diaqnostika çox önəmlidir. Ona görə müəyyən risk qrupunda olan insanlar var ki, sülaləsində diabet varlığı varsa, 4 kilo və üzərində uşaq həyatı dünyaya gətirmiş doğmuş qadınlar xüsusən, 40 yaşdan yuxarı yaşlanma özü də bir risk faktorudur. Yaşlı insanlar, artıq çəkisi olan insanlar, müəyyən qan təzyiqi, xolesterin mübadilə problemi olan insanlar risk qrupuna düşdüyü üçün bu insanların ildə bir dəfə bir damla qan həyat qurtarır və diaqnozu müəyyən edir. Yəni bu insanların sadəcə bir ac qarnına, gecə yuxusundan sonra ac qarnına, damar qanından, qan şəkəri ölçməklə şəkərli diabet olub-olmadığını bilə bilirik. Önəmli bir mesajım glikometrlərlə çox vaxt evdə hər kəsdə, çox vaxt hər ailədə artıq bizim toplumumuzda da deyək diabet xəstəliyi çox yayğındır. Bir glikometr var. Glikometrlər diaqnostik məqsədlər deyil. Var olan diabetli xəstələr, diabet diaqnozu qoyulmuş xəstələrə monitorinq üçün lazımdır. Yəni məndə də bir şəkər varmı, yox deyə barmaqla ölçüm olmaz. Mütləq bunun üçün damar qanına yoxlanılmalıdır. Gərəksə şəkər yükləmə testi olunmalıdır polikliniq şəraitdə və 2 saat sonrakı qan şəkərinə baxırıq. Yeməkdən sonraki postprandial glukoza dediyimiz şəkərin miqdarı əgər 200 mg desilitrin üzərindədirsə və yaxud da acı qan şəkəri 126 mg desilitrin 7 mmol üzərindədirsə, o zaman sizdə həyat boyu davam edəcək şəkərli diabet xəstəliyi vardır deyirik. Glikohemoqlobin 3 aylıq glukoza son 3 ayın ortalama bir göstəricisidir. Glikemik kontrolunda qızıl standartıdır. Bu göstəricidə 6,5%-in üzərində olursa, 6,5, 6,5%-in üzərindədirsə, bu insanlarda şəkərli diabet diaqnozu qoyulur. Amma yaxşı olar ki, bu göstərici 2 dəfə tək konfirmə olunsun. Yəni bir dəfə yoxlamaqla yox, 2 dəfə ən azı yoxlanılmalıdır ki, diaqnoz təsdiq olunsun. Və şəkərin dediyim bu acıq, toxluq, qan şəkəri və glikohemoqlobin göstəriciləri təkcə diaqnostik məqsədlə deyil, eyni zamanda bunlar bizim xəstəliyin dərəcəsini də müəyyən edir.
xəstə insan var şəkəri deyək 130-dur, bir baş şəkəri 300-dür. Bunlar risk daşımırlar. Yəni o rəqəmlər bizim üçün eyni zamanda xəstəliyin riskini, onun ağırlaşmaların varlığını da müəyyən bizə sözlər deyir. Yəni diaqnostikası çox asandır. İstənilən bir insan evinə yaxın bir poliklinikada, yaxud da bir xəstəxana şəraitində bir damardan qan şəkərinə baxdıraraq diabet olub-olmadığını bilə bilir. Hətta diabet yoxsa da mütəmadi check-uplar mütləq daxildir. Artıq indi bütün dünyada qəbul olunmuş protokollar var. Bütün əməliyyata gedən xəstələr, klinikaya daxil olan bütün xəstələrdə qan şəkəri yoxlanılır. Artıq bu bütün rutinimizə daxildir. Ona görə diaqnostika asanlaşıb. Bunun bir səbəbi də, yəni diaqnostikanın asanlaşmasının özü də diabetli xəstələrin erkən aşırıya çıxılmasına səbəb olur və bu da biz qədər statistikanın ortaya çıxmana səbəb olur. Düşünün ki, bizim ölkəmizdə 10 milyon əhalimiz var. Hər 10 nəfərin biri diabetlidir dünya genelində. Azərbaycan da dünyanın bir parçasıdır. Bizim ölkəmizdə də düşünün ki, 1 milyon diabetli xəstə var. Rəsmi statistika o qədər olmasa da, ortalama bu qədər diabetli xəstəmiz var. Yəni bizim küçədə rastlaşdığımız hər 3 insanın ikisi biri diabet, biri də diabetə adaydır, diabetə namizəddir. Düşünün ki, yəni vəziyyət bu dərəcədə çətindir. Bu da bizim qidalanmamızla, yuxu rejimi pozulması ilə, artıq çəkinin çox-çox əlaqədar olan bir məsələdir. O zaman belə demək olarmı ki, məsələn, artıq çəki bərabərdir şəkərli diabet? Yəni günahkar bizim artıq çəkimiz... Hər zaman deyil. Çünki diabet dediyim kimi bir neçə xəstəliklər özündə birləşən bir xəstəliklər qrupudur. Tip 1 diabetli xəstələr var ki, bunlar arıq insanlarda, uşaqlardan diabetidir. Onlarda çəki çox da rol oynamır. Burada məadaltı vəzn adacıq aparatının virus və yaxud da başqa dərmanlar tərəfindən zədələnməsi nəticəsində insulin hormonu çatışmazlığı gedən bir xəstəlikdir. Kilo ilə çox da əlaqəsi yoxdur. Alfa Xrom, artıq çəkidən azad ol. Hansı dərmanlar məsələn zədələyə bilir onu? Məsəl üçün çox dərmanlar var ki, bunlar qan şəkərini yüksəldə biləcək bu kateqoriyaya aiddir. Bunlar ən birinci steroidlər, prednizolon, deksametazon qrup dərmanları ki var, steroid hormonlar. Bunlar məsəl üçün qan şəkərini yüksəldib ikincili diabet yarada bilir. Bəzən sekundar diabet səbəbi, medikamentoz diabet dediyimiz bir diaqnoz ortaya çıxarır. Amma bəzi insanlar var ki, deyək, sinir xəstələri, revmatik xəstələr bu dərmanı içmək məcburiyyətlidirlər. Yəni o dərman da həyat qurtarıcı bir dərmandır, deyil, steroid qrupu dərmanlar. Amma bunların bir əlavə təsiri kimi qan şəkərinin yüksəlməsini də biz nəzərdə saxlamalıyıq. Statinlər bəzən qan şəkərini yüksəldə bilir, önəmli bir qrupdur. Bəzi qrup antibiotikləri var, bəzi qrup immun checkpoint inhibitorları, bəzi preparatlar var ki, bunlar qan şəkərini yüksəldə bilir. Bunlar az bir qrupdur, dərmanlara bağlı qan şəkərinin yüksəlməsi. Amma bizim günümüzdə bəli, əsasən dediyiniz çəki problemi tip 2 diabetli xəstələrin 90%-ə qədər əhatə edən bir qrupdur və bunun da daha çox səbəbi artıq çəkidir. Yəni artıq çəki metabolizmanın iflasıdır, artıq çəki şəkərli diabeti başladan bir səbəbdir. Tip 2 diabet üçün, şəkərli diabetin progressiyonu üçün, yaranması üçün tip 2 diabetdə önəmli yer tutur artıq çəki. Çünki dünyada piylənmə artır. Niyə diabet artır? Çünki piylənmə artır. Piylənmə ilə bunun artması paralellik göstərir, mütənasiblik göstərir. Çox zaman çəki bəli günahkardır, dediyiniz sizin təbirinizcə söyləsə, amma hər zaman deyil. Çünki bunun dərmanlara bağlı, tip 1 diabet viruslara bağlı, əməliyyatlara, cərrahi əməliyyatlara bağlı, müəyyən onkoloji xəstəliklərə bağlı olan səbəbləri də unudulmamalıdır. Son vaxtlar ən çox eşitdiyimiz sözlərdən biri də insulin dirəncidir. Adətən arıqlaya bilməyən insanlara ən çox qoyulan diaqnoz da budur. İnsulin dirənci ümumiyyətlə nə deməkdir və sağlam insanlarda hətta bu gün rast gəlinir. Bu nədən yaranır və müalicəsi varmı? İnsulin dirənci insulinlə qarışıq bir bədənin həssaslığını itməsidir. O həmin hüceyrənin fəryadı ki var, onu bədən eşitmir. Yəni bədənin əslində qalsa bir qorunma, müdafiə reaksiyasıdır. İnsulin rezistentliyi və yaxud da insulin dirənci. Dirənci türkçə deyirik, müqavimət, Azərbaycanca deyirik. Yəni insulin rezistansı, insulin rezistentliyi. Yəni düşünün ki, bir ana uşağını çağırır, uşaq cavab vermir, bir müddət daha çox bağırır, daha çox çağırır ki, ona hay versin. Bu da rezistentlik bunun kimi bir şeydir. Orqanizm özünü bloklayır. Bizim düşünün ki, bir deyək insanın 5 qram qlukoza ehtiyacı var. Daha fazla qlukoza daxil olursa, qlukoza toksik bir maddədir, hüceyrələri öldürür. Orqanizm özünü bloka alır, qapıları bağlayır, bloklanır və artıq o qlukozanın girişini saxlayır. Yəni çox qlukoza alıb məhv olmaqdansa ac qalmağım daha çox önəmlidir məntiq ilə. Orqanizm bunun bir müdafiə, kompensator olaraq o qlukozanı içəri almağa qarşı bir rezistentlik göstərir. Gərəyindən artıq daxil olan qlukoza hüceyrə üçün toksik olduğu üçün orqanizm onu bloklayır. Bizim orqanizmin 5 qram qlukoza ehtiyacı var. O gün ərzində bir meyvə yeməklə ödənilir. Görün biz amma nə qədər qlukoza alırıq?
Külli miqdarda. Bəzən düşünün bir çay sifrəsində insan qlukoza, şirniyyat, tatlı, mürəbbə, tortlarla 2000 kalori, 3000 kalori enerji alır. Bu piyələnməyə səbəb olur. Amma orqanizm nə etsin? Kompensator olaraq artıq hüceyrələrə bloklamağa, ac qalmağa üstünlük verərək bir blok rejiminə keçir ki, o glukoza bizə daxil olmasın. Amma bu bloklanmanın fəsadı da insulin rezistentliyi, hüceyrələrin bloklanmağı, hüceyrələrin ac qalmağına və ölməyinə səbəb olur. Yəni insulin rezistentliyi başlayan bir prediabetdir, pre-prediabetdir. Biz bunu müxtəlif yollarla Karo indeksi, Homa indeksini yoxlamaqla əhali arasında artıq çox bir dəbdə olubdur, yoxlamaq edirik. Amma hər zaman bunlar həqiqət əks etdirmir. Mən belə bir deyim, əgər piyələnmə problemi varsa, artıq çəki varsa insulin rezistentliyi var. Əksər hallarda insulin rezistentliyi piyələnmə ilə çox bərabərdir və bunun müalicəsi də çox vaxt sağlam həyat tərzi və arıqlama ilə də. İndi olur ki, bəzi medikamentoz üsullarla bura təsiri var, amma kömək etmək olur təbii ki, amma ən önəmli şey insulin rezistentliyi, insulin sensitizerlər var, müəyyən preparatlar var ki, buna təsir etmək olur. Amma ən önəmli mən həkim kimi düşünürəm, sağlam həyat tərzi, sağlıqlı arıqlamaq, kilo verməklə insulin rezistentliyini və bununla da diabet riskimizi ortadan qaldırmış ola bilərik. Alfa Xrom, artıq çəkidən azad ol. İcazənizlə Xəyala xanım, mən bir daha sizi salamlayıram, dinləyicilərimizə həmçinin. Mən Hidayət bəyə söylədiklərinə əlavə olaraq nə təklif etmək istərdim. Yəni, insulinə həssaslığı artıran maddələr haqqında söhbət getdi. Sözsüz ki, bu həkimlərin müalicə çeşidində xeyli belə preparatlar var, dərman vasitəsi olaraq və s. Amma yenə də Hidayət bəyin sözlərinə qüvvə olaraq. Yəni, həm həyat tərzini dəyişməklə yanaşı, qidalanma tərzini dəyişməklə yanaşı, hansı ki, piyələnməsi və şəkərli diabet ikinci tip olan pasientlərdə bəzən bu problemi aşmaq çox çətin olur, pəhrizə oturmaq çətin olur, aclıq hissinə dəf etmək çətin olur. Azərbaycan bioloji aktiv qida məhsulları bazarında bəzi məhsullar var, hansılar ki, bu patologiyalarda və ya bu problemlərdə pasientlərə həlli yolunu tapmağa yardım edir. Məsələn, Alfa Xrom adlı bir məhsul var, hansının ki, tərkibində 2 komponent var. Bunların biri xromdur. Xrom insulinə həssaslığı artıran komponentdir. Təbii maddədir, sözsüz ki, və həmin pasientlərdə iştahı və şirniyyata meyli azaltmağa yardımcı olur və hüceyrə səviyyəsində, toxuma səviyyəsində şəkər mübadiləsini tənzimləməyə yardımcı olur. Bundan başqa alfa-lipoy adlanan maddə var, hansı ki, alfa-lipoy yağ mübadiləsinə müsbət təsir göstərir. Paralel olaraq şəkərli diabetli pasientlərdə çox rast gəlinən və onların həyat keyfiyyətinin pisləşməsinə və hətta ölümünə səbəb ola bilən ağırlaşmaların yaranmasına profilaktik qarşısını alma yolunda bir dəstək göstərir. Məsələn, bunlardan ən çox klinik tədqiqatlardan da keçmiş xüsusiyyət diabetik neyropatiya deyilən patologiyadır. Hansı ki, şəkərli diabetli pasientlərdə bəzi sinirlərin zədələnməsi ilə yanma hissi, keymə hissi, paresteziya deyilər, yanlış bir hissiyatların olması ilə müşahidə olunur. Amma bu xronik xəstələrdə daha çox ön plana çıxır. Bu pasientlərdə bəzən ağır formalarda hətta doktorun bayaq söylədiyi amputasiyaya qədər gəlib çıxara bilər. Sözsüz ki, bu kompleks yanaşmadır və şəkərli diabetli pasientin istər-istəməz endokrinoloq mütəxəssis nəzarəti altında olması və kompleks yanaşma olması lazımdır. Həm həyat tərzi dediyimiz kimi qidalanma tərzi, dərman müalicəsi və yanaşı olaraq kompleks müalicənin içərisində alfa xrom tipli bioloji aktiv qida məhsullarının daxil olunması ola bilər ki, yenə də məqsədimiz bu pasientin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Qida əlavəsindən danışdıq, sağlam qidalanmadan danışdıq. İstəyirəm dərman məsələsinə də toxunaq. Şəkərli diabetin müalicəsində istifadə olunan dərmanlar, bu dərmanların hər hansı bir bayaq sadaladığınız, məsələn, bəzi dərmanlar kimi yan bir təsiri varmı, zərəri varmı və bu dərmanları biz ömürlükmü istifadə etməliyik? Çox maraqlı sualdır, çox doğru deyirsiniz. Human xanım dediklərindən bir əlavə də eləyim ki, yəni diabetik neyropatiyalar çox aktual bir xronik ağırlaşmadır və şəkərli diabetin özü ilə yaşlı bir ağırlaşmadır. Qan şəkəri yüksələndə artıq sinirlərdə zədələnmələr başlayır və uzun illər bu insanlarda paresteziyalar, keymə, sabaha qədər yandırıcı ağrılar başlayır. Ən gözəl müalicə qlikemik kontroldur. Qan şəkəri qaydasında olmalıdır. Qan şəkəri qaydasında olan xəstələrə yanaşı olaraq təbii ki, neyropatik dərman maddələri verilməsi də işə mütləq şəkildə müsbət təsir edəcəkdir. Dərman vasitəsi təbii ki, hər dərmanın müsbət təsiri və əlavə təsiri, arzu olunmaz effektləri var. Biz bunu xeyir və fayda və zərər nisbətini bir ölçüb biçərək xəstəyə təyin edirik. Diabetin müalicəsində əsas önəmli müalicə insulin terapiyasıdır. Xüsusən tip 1 diabetli insanlar üçün insulin terapiyası artıq bu insanlar üçün həyat deməkdir. İnsulin düşünün ki, dünyada 3 dəfə Nobel almış və ən çox öyrənilmiş bir molekuladır. İnsulindən çox, yəni bəşəriyyətə bəlkə fayda verəcək
bu insülinin kəşfi həyat xilas edən bir kəşf oldu. Yəni 22-ci ildə həmin olan. Artıq şəkərli diabetin müalicəsində bir inqilab yarandı. Diabetologiya üçün yeni bir əsr başladı, era başladı. İnsülin müalicəsi təlimat gərəkdirən bir müalicədir. Biz xəstəyə 6 vaid deyirik, gözü görməz, 60 vaid vurar, hipoya girər, ölər. Yəni mütləq biz bu xəstələrə, yaşlı insanlara yaxınlarla gəlməyinə xahiş edirik, bir diabet təlimi veririk. İnsülinin vurulması, saxlanılması, istifadədə daşınması çox önəmli bir dərsdir. Biz mütləq bu xəstəyə təlimat veririk ki, xəstə həmin yan təsirlərdən qaçmasın. Burada insülini xəstə az vurar, şəkəri yüksək olar, çox vurar insülin xəstə komaya girə bilər və uzun müddət yanlış dozlarla vurursa xəstə, tip 1 diabet xəstə əlavə kilo alar və s. Bu ayrı bir mövzudur. Tabletlərlə əlaqədar təbii ki, hər xəstə, düşünün ki, deyək bugün 15 diabet xəstəsinə baxmışam, heç bir müalicə eyni deyil. İnsanlar çox fərqlidir və müalicə çox fərqlidir. Hər xəstənin resepti sanki bir həyat əsəridir. O xəstənin həyat layihəsidir və hər xəstə fərdi individual olaraq dəyərləndirilməlidir. Və biz çalışmalıyıq, həkimin maksimum bacarığı ondan ibarət olmalıdır ki, xəstəyə zərəri az olan, yaxud da mövcud zərərlərdən qaçınaraq faydalı tərəflərini xəstəyə gətirə biləcək müalicə istifadə eləsin. İndiki günümüzdə misal üçün müəyyən qrup preparatlar var ki, silinə şəkəri atır. Ürəyə təsiri var, böyrəyi qoruyur, xəstənin böyrək yaxınlaşmandan qoruyur. Uyğun xəstələrə bunu veririk. Amma zəif, arıq, üzülmüş, böyrək funksiyasında problemi olan, xüsusən yaşlı insanlara ciddi prostat problemi olan, su içmək çox tələb olunur bu cür preparatlarda. İçməyən insanlarda bu dərman yanlış təyin edəriksə, baxmayaraq ki, gözəl preparatdır, amma uyğun olmayan xəstə verərik ki, zərər görərik. Yəni şəkərli diabetin müalicəsində yaxşı dərman olmur, uyğun dərman var. Fərdi yanaşılır. Çox fərdi yanaşılmalıdır. Elə insanlar var ki, onlara kilo verdirici müalicə aparılmalıdır. İndi bilirsiniz, əvvəlki illərdən fərqli olaraq 2000-ci illərin əvvəlində, 90-cı illərdə şəkərli diabetin müalicəsində bir neçə qrup dərman var idi, bir-iki qrup dərman var idi və bir-iki insülin var idi. İndi insülin texnologiyası gəlişibdir. Yəni kilo verdirici iynələr, qLP1 reseptor agonistləri deyən müəyyən qrup dərmanlar var, semaglutid, tirzapatit və s. Artıq bugünkü günümüzün hər yerdə bütün konqrelərdə danışılan bir molekuladır. Bu cür preparatlardan, daha yeni preparatlar, müalicələr xəstələrə daha deyək həftəlik deyə vurulan iynələr, yaxud da çox effektiv xroniki ağırlaşmalardan qoruyan dərmanlar kəşf olunubdur. Təbii ki, bu dərmanların əlavə təsirləri var, amma bunu uyğun xəstəyə təyin etməyimiz lazımdır. Və yanaşı əlavə təsirlərindən qorunmaq üçün də ən önəmli şey təqibdir. Şəkərli xəstəliyi, şəkərli diabet apensit deyil, əməliyyat etdik ki, atdıq qutardır. Bu xroniki bir xəstəlik olduğu üçün mütəmadi bu xəstələrin kontrol lazım. Həkimə gəlib getmək lazım. Həkiminə bağlı bir xəstəlikdir və yaşam boyu davam edən bir xəstəlikdir. Dərmanların əlavə təsirlərindən qaçınmaq üçün də biz xəstədə mütəmadi qaracə böyrək testlərini yoxlayırıq, qan şəkərini kontrol edirik. Hər zaman bir sorğu edib soruşuruq dərmanların əlavə təsirlərinə görə. Deyək xəstə iynəni vurduq, semaglutidi vurduq, soruşuram 2 həftə keçməmiş, mütləq xəstə gəlməsə ən azı mən və asistentlərimə əlaqə saxlayırıq. Vəziyyətiniz necədir? Əlavə təsirlər baxımından bulantı, qusmanız varmı? Kilo verməyə çalışırsınızmı? Dərman necə qəbul? Ya bir ay sonra mütləq xəstəyə müalicə etmək. Ən gecə mən istəməz, xüsusən ilk dəfə diaqnoz qoydum, xəstə bir ay sonra kontrola çağırıram. Görüm, əlavə təsirlərdən qorunmaq, əlavə təsirdə soruşmaq üçün çağırıram o xəstəni. Yəni görüb xəstə bu dərmana uyum göstərirmi? Necədir vəziyyəti? Sadəcə rəqəmlər deyil. Elə xəstə dərmanı var ki, sulfonamid qrup dərmanları var diabetin müalicəsində. Sovet vaxtı, yəni keçmiş çox istifadə dərmanlarda. Şəkəri çox ani qəşəng sala bilir, amma bu orqanları qorumur, böyrəyi qorumur, gözü qorumur, riskləri çoxdur. Yəni biz xəstənin şəkərlərini ani salmaqdan daha çox xronik ağırlaşması qoruyan, ağırlaşmalardan uzaq tutan, əlavə təsirləri az olan, daha sağlam bir həyat tərzi keçirən xəstələrdə bu dərmanlar xariqələr yaradır. Yəni ona görə dərmanların əlavə təsiri həkim üçün hər zaman diqqət mərkəzində olmalı bir məsələdir və fərdi yanaşma. Dərmanla yanaşı mənim çox maraqlıdır qida əlavələrinin şəkər xəstəliyi müalicəsində rolu necədir? Məsələn, dərman qəbul edirsə əgər bir nəfər yanaşı olaraq qida əlavəsi qəbul edə bilərmi? Xeyr xanım, sual üçün təşəkkür edirəm. Bu qərarı yalnız həkim verə bilər. Əgər həkim nəzarəti altında olan pasientdirsə, həkimin tövsiyəsi ilə dərman vasitəsi ya tək, ya da kompleks müalicədə bioloji aktiv qida məhsulu ilə paralel mən düşünürəm ki, gedə bilər. Amma eyni ilə deyildiyi kimi hər pasientin vəziyyəti, durumu fərdidir. Buna yalnız və yalnız həkim qərar verməlidir. Bəs əgər şəxs şəkərli diabet deyilsə, insulin dirənci varsa, yəni şəkərli diabet olma ehtimalı çoxdursa, bu adamın məsələn qida əlavəsini alıb öz başına qəbul etməyi doğrudurmu?
bioloji aktiv qida məhsulları xarici inkişaf etmiş ölkələrdə hətta marketdən belə açıq ala bilərlər. Zaten verilən dozalarda, tövsiyə olunan dozalarda içildiyində xüsusi bir əks təsirləri, əlavə təsirləri demək olar ki, olmur. Bəli, əgər pasient öz vəziyyətini tanıyırsa, öz orqanizmin xüsusiyyətlərini bilirsə və deyəlim ki, artıq çəkin ona verə biləcək təhlükələrdən xəbərdardırsa, bunun qarşısını önləmək üçün hər hansı bir çarə, tədbir düşünürsə, o zaman çox savadlı yanaşma olar ki, həyat tərzinin dəyişilməsi, qida tərzinin dəyişilməsi, fiziki aktivliyin artırılması, yuxu rejiminin normallaşdırılması, emosional vəziyyətin müsbətə qaldırılması və dəstək üçün hər hansı bioloji aktiv qida məhsullarından istifadə ola bilər ki, iştahını azaltmağa, şəkərə, misal üçün, alfa-xrom kimi şəkərə meylini azaltmaqla qidalanma tərzinin dəyişdirilməsinə dəstək olsun. Bununla çəkisini azalda, qarın piylənməsini azalda və dolayı yolla da olsa şəkərli diabet 2-ci tipin və yaxud da gizli prediabetin qarşısını almağa dəstək göstərə bilər. Amma yenə də qida etməyi tövsiyə etdiyi kimi mütəmadi check-uplar önəmlidir ki, pasient özünün öncədən gələ bilən, xəbəri olmayan, əlamətləri gizlin keçən xəstəliyini vaxtında görüb tanıya bilsin. Alfa-xrom artıq çəkidən azad ol. Amma bəzən olur ki, təyin olunmuş dərmanlar, qida əlavələrlə yanaşı insanlar bəzən Türkiyə çarələri, xalq təbabətinə üst tuturlar, otlardan istifadə edirlər, zəli qoydururlar, hicam elətdirirlər, qan aldırırlar, sistem qoşdururlar. Yəni yerli yersiz, hətta evdə sistem qoşdurub ağırlaşanlar da olur. Ümumiyyətlə bu məsələyə istərdim ki, münasibətiniz bildirəsiniz. Bu suala görə sizə ayrıca təşəkkür edirəm. Çox yaralı yerimizə toxunursunuz. Çünki xəstələr bilirsiniz, şəkərli diabet xəstəliyi insan bəzən qəbul etmir bu xəstəliyini. Xüsusən ilk dəfə diaqnoz qoyulan xəstəlik niyə məhz məndə oldu, niyə bu xəstəlik baş verdi, bir depressiya yaşayırlar. Və insan bir müddət sonra qəbul olunur və çıxış yolları axtarır. Və daha rahat yollara qaçmaq üçün də bəzən mediadan duyduqları, televizordan eşitdikləri, nə bilim, qonşu, rəfiqə məsləhəti ilə bu cür yan yerlərə keçirlər, xəstəliyini qəbul etmək istəmirlər. Və dediyiniz ozon terapiyası da 6 aydan bir sistem köçürülməkdir, nə bilim, zəli qoydurmaqdır, o qədər belə fitoterapiya, otlarla müalicə, bəzən reklam çıxır qarşısına internetdə, şəkərli diabeti kökündən qurutduq, şəkərli diabet artıq tarixə qovuşdu. Bu insanları istər-istəməz milyonlarla insan qulaq asır. Həmin o reklama aldanan deyək bir 1000 nəfər, 500 nəfər o reklama aldanırsa, artıq o iş adamının necə deyim, işi artıq həyata keçmiş olur. Və nəticədə o insanlar ağırlaşıb, sonuçta yenə bunlar insana həkimə gəlir. Yenə bunlara tibb, elm müalicə edir, elm xilas edir. Ona görə mən bilməyən şəkildə əhalimizə, izləyicilərimizə bu mesajı vermək istəyirəm. Qətiyyən anlanmasınlar bu cür şeylərə. Şəkərli diabetin əsas müalicəsi, əsas bizim önəmli vurğuladığımız məsələ diabet təlimidir. Bu xəstənin pəhrizinə, idmanına, dərmanlarına əməl etməyi, vaxtı-vaxtında kontrollara gəlməyi, şəkərlini ölçməyi, qeydlərini həkimə gətirməyi, yəni kontroldan çıxmamaqdır. Biz buna tibbində diabet təlimi deyirik. Diabet təlimi fərdi eğitimlə, qrup şəklində eğitimlərlə aparılır. Diabet təlimi şəkərli diabetin müalicəsində ən vacib olan məsələdir. İkinci pəhriz müalicəsidir. Üçüncü idmandır, fiziki fəallıqdır. Dördüncü də dərmanlar. Dərmanlar da insulindir, insulin özü də bir dərmandır və tabletlər və injektabl terapiya dediyimiz yəni iynələr, arıqladıcı iynələrdir. Hansı ki, bunlar həkim nəzarətində olmalıdır. Bundan başqa hər hansı bir fitoterapiyanın, ozon terapiyanın, sistemlərin, hər hansı bir otlarla müalicənin, heç bir şəkərli diabetin müalicəsində fundamental elmdə yeri yoxdur. Biz bunu ömrünü, həyatını diabetə həsr etmiş bir həkim olaraq, mütəxəssis olaraq deyirəm. Heç bir elm əsası yoxdur. Xəstələrimiz, insanlarımız bu cür belə deyim, o köməkçi, yardımçı, alternativ tibbə, bu cür fitoterapiya, nə bilim, digər bu alternativ müalicələrə, zəliyə, ozona, nə bilim, nələrəsə vaxtlarını itirməməyini tövsiyə edirəm. Sonra ağırlaşmalarla gəldikdə o insanları vəziyyətdən çıxarmaq üçün xeyli zaman sərf etməli oluruq. O baxımdan belə işlərə aldanmasınlar. Elm var, həkim təyinatı var, doğru düzgün mütəxəssisə getsinlər, doğru düzgün müalicələri alsınlar. Əgər müalicə təyin olunubsa, dərmanları vaxtı-vaxtında qəbul etsinlər, kontroldan çıxmasınlar, diabet təliminə əməl etsinlər ki, bu xəstəliyinə dost olsunlar. İstərdim son olaraq qidalanma məsələsində toxunaq. Şəkərli diabet xəstələri nələr yeməlidir, nələr olmaz və bir də bir maraqlı məqam var. Bəzi insanlar deyir ki, mən şəkər yemirəm, mürəbbə yemirəm, nə bilim, şirin çay içmirəm, amma bir oturuma bir dənə çörək yeyir məsələn. Ümumiyyətlə şəkər qəbul etməsək belə yediyimiz o qidalar çörəkdir, nə bilim, ağ undan hazırlanmış məmulatlar da onlar şəkərimizi qaldırırmı? Əlbəttə, yəni çörək özü də şəkərdir.
Biz bilirsiniz toplum olaraq çörəyi çox yeyən bir toplumuq, xalqıq. Biz hər zaman süfrədə çörək var. Hər evə gedin ən azından nəsə bir şirniyyat, kökə, nəsə bir şey var. Biz insanlar şəkər yedikdə sadəcə pesox, şəkər tozunu nəzərdə tuturlar ki, buraya da mürəbbəni uzaqbaş nəzərdə tuturlar. Amma bilmirlər ki, evdə olan bütün pereniklər, peçenyələr, vafillər, mürəbbələr, nə bilim, onlar hamısı şəkərdir. Yəni çörək özü də şəkərdir. Yəni bacardıqca bunlara çox minimalizə etmək lazımdır. Adi makaron, yəni bunlar ham bal, yəni təbii baldı qəbul edir. Amma şəkər xəstəsi bu sizə məsləhət deyil, ya da çox məhdud miqdarda istifadə olunmalıdır. Yəni əslində qalsa pəhriz məsələləri hər kəsə aiddir, diabetik xəstələrə xüsusilə aiddir. Burada ən önəmli qadağan etdiyimiz şeylər bətir şəkərdir və un məmulatlarıdır, konservləşmiş qidalardır, zərərli vərdişlərdir. Hər kəsə məsləhət gördüyümüz qida davranış dəyişiklikləridir. Bunlar diabet xəstələrimiz üçün də çox önəmlidir. Amma deyək, ət məmulatlarıdır, yağdır, ağartı məhsullarıdır, tərəvəzlərdir, çox şirin olmayan meyvələrdir. Bunlar diabet xəstələrimiz üçün də məhdudiyyəti yoxdur, qəbul edə bilərlər. Su içməyi çox məsləhət görürəm. Diabetin xəstənin bədəni susuzdur, quruyur. Bizim əhalimiz çox da su içən deyil. Uzaqbaşı çay içir, onun da yanında tatlı mürəbbə şirin var. Ona görə su içməyə çox diqqət etsinlər, yeməkdən qabaq içsinlər, oturaraq qurtumla içsinlər. Bunun hamısının gigiyenası var, qaydası var. Yəni qidalanma çox önəmlidir. Bu ayrıca geniş bir mövzunun verilişin, söhbətin mövzusudur. Əsasən şəkərə qidlar, xüsusən çörək məmulatlarına çox diqqətli olmalıdırlar və maksimal dərəcədə bunları minimalizə etmələrini tövsiyə edirəm. Təşəkkür edirəm Hidayət bəy. Çox sağ olun müsahibəyə görə. Hüma xanım sizə təşəkkür edirəm. Sağ olun. Bugün dəyərli izləyicilərimizə həm şəkərli diabet nədir, nədən yaranır, müalicə yolları necə aparılır, həm şəkərli diabetin müalicəsində qida əlavələrinin rolu haqqında danışdıq. Məncə çox faydalı bir müsahibə oldu. İzləyicilərimizə əgər bəzi suallar qaranlıq qaldısa, sizi maraqlandıran suallar varsa şərh bölümümüz açıqdır, buyurub yaza bilərsiniz. Həkimlə də əlaqə saxlamaq istəsəniz, videonun açıqlama bölümündə və videonun üzərində sizə nömrələr təqdim olunacaq. Əlaqə saxlaya bilərsiniz. Belə, özünüzə yaxşı baxın, həmişə sağlam qalın. Növbəti videolarımızda görüşərik. Sağ olun. Çox təşəkkür edirəm. Sağ olun. Sağ olun.